Bu ədədlər onluq say sistemi. Natural ədədlər sayıla bilən ədədlərdir. Onluq say sistemi. Ədədləri yazmaqdan ötürü istifadə olunan riyazi simvollara rəqəmlər deyilir. Onluq say sistemində 10 rəqəm var. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Ədədləri yazmaqdan ötürü biz yazmaqdan ötürü və oxumaqdan ötürü biz siniflər anlayışından istifadə edirik. Siniflər nədir? Təhlil sinifi, minlik sinifi, milyonluq, milyardlıq. Və s. İxtiyarı bizə bir ədəd verilir. 1, 0, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bizə deyilir ki, bu ədədi oxu. Ədədi oxumaqdan ötürü biz sağdan sola onu siniflərə ayırırıq. Birinci sinif təhlil sinifi gəlir. İkinci sinif minlik sinifi gəlir. Üçüncü sinif milyonluq gəlir. Dördüncü milyardlıq gəlir. Başlayaq misallara. Nömrə 1. Ədədləri siniflərə ayırın və oxuyun. 2, 8, 7, 3, 8, 9, 2. Sağdan sola 3'ü ayırdıq. Birinci gəldi təhlil sinifi. Sonra gəldi minlik. Ondan sonra gəlir milyonluq. Milyonluq. Deməli bizim ədədimiz olacaq 2 milyon 873 min 892. Birinə də baxaq. 8 0 5 5 8 2 3 1 8 2 5 1 1. Sağdan sola 3'ü ayırdıq. Təklik, minlik, milyardlıq, milyonluq, milyardlıq və trilyonluq sinifi gəlir. Trilyonluq sinifi gəlir. Deməli aldığımız ədəd olur nə? 8 trilyon 55 milyard 823 milyon 182 min 511. İkinci misala baxırıq. 846 milyard. Fikir verirsə ən yüksək mərtəbə milyarddır. Oxuyanda soldan sola ən yüksəkdən başlayırıq da. Ona görə milyard mərtəbəsindən sinifləri bölürəm. Milyard, milyon, min və təhlil sinifi. 846 milyard. 846 milyard 407 milyon 285 min. Bu kadar. Üçüncü misala baxırıq. Qırmızı ilə qeyd olunan rəqəmləri mərtəbəsini müəyyən edin. 2 milyon 586 min 981. Gördüyümüz kimi bu mərtəbə olur 100 minlik mərtəbəsi. Ədədin mərtəbələri haqqında anlayış verirəm. 1, 0, 2, 3, 4, 5, 6, 7, 8, 9. Birinci mərtəbə təhlikdir.
ikinci onluqdur. Üçüncü mərtəbə yüzlükdür. Dördüncü mərtəbə minlikdir. Beşinci mərtəbə 10 minlik. Altıncı mərtəbə 100 minlikdir. Yeddinci mərtəbə milyonluqdur. Səkkizinci mərtəbə 10 milyonluq. Doqquzuncu mərtəbə 100 milyonluq. Axırıncı mərtəbə milyardlıqdır. Dördüncü misala baxdıq. Qanuna uyğunluqları müəyyən edin və növbəti 2 ədədi yazın. Bizə 259.000 hissəsi lazım deyil. 259 olan hissə lazım deyil. 125.034 də hissəsi lazım deyil. Sadəcə olaraq 687-nin biz mərtəbəsinə baxırıq. 687-nin mərtəbəsi deməli milyonluq mərtəbəsidir. Bu 100 vahid artır. Deməli sonra olacaq 787 milyon. Verilib düzdür. Yəni o birisi hissəni olduğu kimi yazacağıq. Sonra gələcək 887 milyon. Sonra gəlir nə? 997 milyon. Deməli ədəd olduğu kimi qalır. İndi bizdə olacaq nə? 259 milyon, daha doğrusu 259 milyard, 997 milyon, 125.034. İndi bunu bir dənə yüzlüyə atanda 100 milyon da atanda təzədən əlavə. Bu artıq 260 milyon olacaqdır. 260 milyon 97 min 125 260 milyard 97 min milyon. Təzədən oxuyaq. 260 milyard 97 milyon 125.034 olur. 2 dənə ədəd deyildi, içində yazdıq. 5-ci suala baxdıq. Açılışda açıq şəkildə verilən ədədləri rəqəmlərlə yazın. Bunu yenilik mərtəbələrdə yazdıq. 434.000-i bir götürdük. Daha da siniflər üzrə. 870-ni bir götürdük. Fikir verdi, siniflər üzrə mən ayırdım, cəmlədim və toplayıram bunu. Allahım nə? 434.870. Eyni qaydada 610.000-i bir götürürəm. 250'ni de bir götürürüm. Topluyorum. Allah'ım ne? 610.250. 4 trilyon, 2 milyon, 7 bin. 4 trilyon. Bunu sinif götürmeyen güzeldir. 4 trilyon. Bu trilyon mərtəbəsidir. Bu milliard mərtəbəsidir. İndi keçdik nəyə? Trilyon mərtəbəsi, milliard mərtəbəsi. Keçəm sonra nəyə? Milyon mərtəbəsinə. 2 milyon deməli 002 olacaq. 7 min minlik mərtəbəsinə keçəcəm. 007 100. 100. Deməli bizim fikir verdirsə yenə deyirəm. Biz siniflər üzrə ayrılışı yazırıq. Ondan sonra asanlıqla işimiz yazırıq. Deməli 4 trilyon milyard milyon minlik və təklik. Bu qədər sadə. Qüvvət sözünün haqqında istəyirəm sizə bir balaca anlaşılım. Qüvvət nədir? Qüvvət vuruqların mötərizədə eyni sayıdır. Misal üçün 5 vur, 5 vur, 5 vur, 5. Neçə dənə 5 var? 4 dənə. Deməli 5 qüvvətdə 4 olur. 10 vur, 10 vur, 10 vur, 10. Neçə dənə 10 var? 4 dənə. Deməli 10 qüvvətdə 4. İndi 10'un kvadratı nə deməkdir? 10 vur 10 deməkdir. Yəni bu da eləyər 100. Eyni qaydada 10'un kubu nədir? 10 vur 10 vur 10 eləyər 1000. Fikir verdirsə, deməli qüvvət 10'un qüvvəti. Elə sıfırlar nəyini bildirir? Sayını bildirir. Görürsünüz, bu da qüvvət 4'dür. Deməli birin bölündə 4 dənə sıfır var. Bu qədər. Başlayaq misallara.
2 vur 10'un kvadratı bərabərdir. 2 vur 10'un kvadratı deməli oldu. 10 vur 10. Bu da edər 200. Deməli burada 895 vur 10 üstü 7'yə baxaq. Deməli bunun mənası nə oldu? 895'in bölünə 7 dənə 0 yazırıq. Bəlkə qaydaya əsasən. 1, 2, 3. Sözlərlə verilən ədədləri onun qüvvəti şəklində yazaq. 100.000 birin bölündə 5 dənə 0'dır. Yəni 10 üstü 5'dir. Milyon birin bölündə 6 dənə 0 var. Yəni 10 üstü 6'dır. Milyar birin bölündə 9 dənə 0 var. Yəni 10 üstü 9'dur. 8-ci misala baxırıq. 2000. 2000 nədir? Biz bunu minlik kimi ayırmalıyıq. 2 vur 1000 deməkdir. 1000 nədir? 10 qüvvətdə 3'dür. Nəyə görə 3'dür? Çünki 3 dənə 0 var. 4 milyona baxırıq. 4 milyon nədir? 4 vur 1 milyondur. 1 milyonda neçə dənə 0 var? 6 dənə. Deməli 4 vur 10 üstü 6'dır. 152 milyon. Bu nə deməkdir? 152 vur 1 milyondur. Bu deyil 152 vur 10 üstü 6. 9'a baxırıq. Onun kvadratından 3 vahidcik. Onun kvadratını yazırıq. 3 vahidcik, yəni 3 vahid azalır. Onun kvadratı 100'dür. Çıxıram 3'ü eləyir 97. C variantına baxırıq. Onun kubundan 100 vahidcik. Onun kubu 1000'dir. Çıxıram 100'ü. Eləyir nə qədər? 900. 10-cu suala baxırıq. 2 vur 10'un kvadratı üstə gəl 1 vur 10 üstü 1 üstə gəl 3. Bu nə deməkdir? 200 deməkdir. Niyə? 10'un kvadratı 100'dür. 100'ü vurdum 2 elədi 200. Üstə gəl 10 üstə gəl 3. 213'dür. Bu qədər bəsit. 11. Rəqəmləri açıq şəkildə deyil, göstərin. 38 nə deməkdir? 3 vur 10 üstə gəl 8'dir. Niyə belə oldu? Çünki 38 30 və 8 ədədindən ibarətdir. Mərtəbələr üzrə yazılışını yazsaq. Yazaq bu birisini 1 milyon 69 1 milyard 69 milyon 752 min 100. 1 milyard deyirəm. Milyardda neçə dənə rəqəm olur? 9 dənə. Deməli 19'dur. Üstə gəl 69 milyon. Milyonda neçə 0 olur? 6 dənə. Ona görə 10 üstə 6 yazıram. 752 min. Mində neçə dənə 0 olur? 3 dənə. Ona görə 10 üstü 3 yazıram. Və üstə gəl 100'də 0 olmur. Ona görə yazdıq elə nə? 100. 2 0 olur belə. Yəni ümumi təhlil mərtəbəsi olaraq deyirəm. Ondan sonra da 0 gəlmir. Deməli 10 üstü 9. 1 vur 10 üstü 9. Biz bilirik ki, bir istənilən ədədə vuranda ədədin özü alınır. Üstə gəl 69 vur 10 üstü 6. Üstə gəl 752 vur 10 üstü 3. 100 də biz bayaq qeyd elədik ki, onun nədir? Kvadratıdır. Oxumaq da istəsəz yazarıq nə? 1 milyard 69 milyon 752 min 100.